Allah'ın salamı olsun hər kəsə. Gözəl insanlar. Deməli bir qardaşımız yazıb ki, usta, bir-iki ustadan soruşdum. Deyir, Jitkisi dəyişəndə ABS xarab olur və fikrimizi öyrənmək istəyir. Bilmirəm, ya ola bilər siz ustanı səhv başa düşmüsünüz və yaxud usta sizi səhv başa düşüb. Onu dəqiq deyə bilmərəm. Çünki bu cavab məntiqə sığmayan bir cavabdır da. Yəni əyləc mayesini dəyişmək ABS-i niyə sıradan çıxartsın ki? Qısa bir misal çəkim. Biz motorun yağını 5000-dən bir, 6000-dən bir dəyişirik ki, motor sıradan çıxmasın. Yəni sıradan çıxmasın deyənə mayesini dəyişirik, yağını dəyişirik. Nəinki yağını dəyişməyək, yox, motor birdən vurar, sıradan çıxar. Bu heç bir məntiqə sığan bir şey deyil. Və belə bir şey olsaydı da biz bunun davamını gətirə bilməzdik. Və gün ərzində də bizdə nə qədər əyləc mayesi dəyişilir. Yəni bu dəyişənlərdən də bizi izləyənlər bilirəm ki, var. Yəni hər hansında bir problem yaranıbsa buyursun yazsın ki, siz mənim mayemi dəyişdiniz və mənim ABS-in başını qoydu. Əksinə ABS-in mayesini dəyişməklə ABS-in ömrü uzanır. Maşın olub ki, C1391-ini bilənlər bilir. Verib gündəlik, bir gündən bir, gündə neçə dəfə onun əyləc mayesini dəyişməklə o problem aylardır yanmır. Yəni bir dəfəlik həll olub məsələsi. Şükür Allah. Düzdür, hər zaman belə olmur. 50-yin 50 olan bir şeydir. Amma ola da bilir. Yəni mayeni dəyişmək heç bir halda ABS-in sıradan çıxmasına səbəb ola bilməz.